Bakıda növbəti əmək yarmarkası təşkil olunub. Yarmarkada işsiz və iş axtaran şəxslərə 450 vakansiya təqdim edilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb. Qeyd edək ki, əmək yarmarkası bugün başa çatacaq. Əmək yarmarkasının iştirakçıları işə götürənlərlə tanış olub, təqdim edilən vakansiyalar və tələblərlə maraqlandılar. İşə götürənlər isə öz növbəsində müəssisələrinin fəaliyyət istiqamətləri, işçi seçimində prioritet kriteriyalar və vakansiyalarla qəbul prosesi haqqında ətraflı məlumat verdilər. İşə götürənlər iştirakçı sayından da razı görünür. Çox müraciətlər var və həmin müraciətlərdən biz bir neçəsini dəyərləndirmişik. Gün ərzində geri dönüşlərimizi edəcəyik ki, artıq onlarla əməkdaşlıq quraq. Müraciətlərin sayı normaldır. Artıq biz onların qeydiyyatlarını götürmüşük müxtəlif istiqamətlər üzrə. Artıq önümüzə gələn həftələrdə uyğun namizədlərlə əlaqə saxlayacağıq. Təlimçi olaraq çalışıram, mən sərbəst çalışıram. Sərbəst çalışdığım üçün də mümkün qədər bu sərbəstliyimi çox pozmayacaq vakansiyalara baxıram. Əsas prioritetim sərbəstliyimi pozmayacaq və maariflənmə sahəsində olacaq. Maliyyə mühasibat sayəsində axtardığım demək olar ki, bir çox banklardan tələbləri də mənə uyğun gəldiyi üçün CV-imlə müraciət etdim. Yarmarkada Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan aktiv məşğulluq tədbirləri barədə də məlumat verildi. İşsiz və iş axtaran şəxslərin mövcud vakansiyalara əlçatanlığının təmin edilməsi, işə götürənlərin qısa zamanda ixtisaslı kadrlara olan ehtiyaclarının ödənilməsi baxımından əmək yarmarkalarının əhəmiyyəti qeyd edildi. 59 işə götürənimiz 450-dən çox vakansiyasına iştirak edirlər və burada təqdim edilmiş vakansiyaların böyük əksəriyyəti peşə və ixtisas tələb edən vakansiyalardır. 2024-cü il ərzində 144 əmək yarmarkası həyata keçirilmişdir. 25-ci ildə isə 150 əmək yarmarkasının keçirilməsi ilkin olaraq planlaşdırılmışdır. Qeyd edək ki, bu il ərzində 150 əmək yarmarkasının keçirilməsi planlaşdırılır.